Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halâgil ecmaîn. Esselatu vesselamu ala nebiyyina ve Resulina ve habibi kulubina Ebil Kasım Muhammed ve alihi teyyibine tahirin. Amma ba'd. Fekâlel hakim fî muhkemil kitâbil kerim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İnşallah bugün Bismillah barəsində açıqlama verəcəyik. Çünki orucluğun başlanması münasibətilə Xutbə-i Şabaniyədən bəhs eləyəcəyik. Amma əvvəl Bismillah barəsində qısaca da olsa məlumat verək. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə ən çox nazil elədiyi ayə Bismillahdır. Bütün ayələrdən fərqli olaraq Bismillah 114 dəfə Qur'an-ı Kərimdə nazil olub. 103 dəfə hər surənin əvvəlində, bir dəfə də Nəml surəsinin 30-cu ayəsində təkrar olunub ki, Tövbə surəsinin əvvəlində Bismillah gəlməyib. Çünki Həzrət Peyğəmbərdən də rivayətdir, Peyğəmbərin əshablarından da rivayətdir ki, buyururlar, biz hər surənin sonun, təzə ayənin, təzə surənin gəlməyində Bismillahirrahmanirrahimin nazil olması ilə bilirik. Bu təbiidir ki, bu Allahın ən böyük, ən əzəmətli ayələrindən biridir. Əxlaq alimləri buyururlar ki, Bismillah insanlara nisbətən Allahın kun fəyəkun deməyi. Bu ki, Allah Təbarək və Teala özü buyurur ki, mən iradə eləsəm bir şeyi ol desəm o olar. Buyurur, Allahın bu ol deməyi bərabərdir insanların Bismillah deməyinə. Yəni, insanların Bismillah deməyi bu ol deməyinədir. Tərcüməsi sadə şəkildə budur ki, başlayırıq. O Allahın adıyla ki, o Rəhman və Rəhimdir. Rəhman və Rəhim eyni sözdən, yəni eyni məslərdən tutulub, ikisi də rəhmət deməkdir. Amma fərqli olaraq ki, Rəhman əfsələ təfsildir. Yəni, mənası budur ki, Rəhman Allahın hətta qəzəb sifətinə də şamildir ki, Allah Təbarək və Teala dünyada istəyir o Allahı tanıyan olsun, istəyir tanımayan olsun, istəyir o Allaha ibadət edən olsun, istəyir olmasın, Allah Təbarək və Teala dünyada hamısı ilə mərhəmət sifəti ilə davranacaq, hamısının ruzisini verəcək. Çünki qiyamətdə isə ancaq Allah Təbarək və Teala insanların əməlinə görə rəftar edəcək və orada Allahın rəhmət sifəti dilvənəcək. Onun üçün də hətta qəzəb sifəti də Allahın rəhman sifətinin təhti təsiri altındadır. Hala bizə niyə təkid olunur ki, hər bir işin əvvəlində Bismillah deyək? Hətta Peyğəmbərdən rivayətdə hər bir iş ki, o Bismillahsız başlayarsa, o işin sonu yoxdur. Çünki doğrudan da hər bir işin əvvəli əgər Allah adı ilə başlarsa, o işin sonu da uğurla nəticələnər. Hər bir yerdə, hətta paltar giyəndə, məclisdə oturanda, kitab oxuyanda, Quran oxuyanda, ümumi şəkildə bizə bütün işlərin əvvəlində Bismillah tövsiyə olunub. Şayad onun sirlərindən də biri budur ki, əgər doğrudan da biz bir məclisdə, bir yerdə oturanda, əgər hamı o məclisdə əyləşəndə Bismillah desə, həqiqi mənada orada daha heç kəs qeybət eləməyəcək. Çünki məclis Allahın adı ilə başlandı və Allah xatırlandı. Əgər süfrə arxasında əyləşəndə Bismillahirrahmanirrahim desək, çünki o süfrənin əvvəlində Allahın adı xatırlandı deyibən, dəqiqən ki, inşallah o süfrənin üstündə haram tikələr olmayacaq və haramdan uzaq olunacaq, insan halal yeməyə düşünəcək. Və yaxud kitab oxuyanda, mütaliə olunanda, əgər insan Bismillahla başladı, təbii ki, insanın fikrin əyri yerə yönəldilən, kitablardan əyri yerə yönəldilən mətləblərdən insan uzaq olacaq. Və yaxud ibadətin əvvəlində buyurur ki, Bismillah deyil. Çünki hər bir ibadət əgər Bismillah başlayarsa, insan orada huzur qəlb tapar, daimən o ibadətdə Allahla olar. Onun üçün də Allah Təbarək və Teala Quran-ı Kərimdə 114 dəfə təkrarlanmağına baxmayaraq bizə tövsiyə olunub ki, bütün işlərimizin əvvəlində Bismillah deyək, ta işlərimizin də sonu gözəl xətm olunsun. Vəssalamu aleykum və rəhmətullah.